H2 plus yod 2, 2H yod reaksiyası üçün uyğunluğu müəyyən edin. Reaksiya tənliyini qeyd eləyək. H2 plus yod 2 alınır 2H yod. Deməli, başlanğıc qatılıqlar hidrogen X, yod Y, H yod 0-dır. Tarazlıq qatılığı halında hidrogenin qatılığı 0,2, yod maddəsinin qatılığı bilmirik Z və H yodun qatılığı 0,2-dir. Deməli, reaksiya tənliyinə baxsaq, H yodun əmsalı 2, hidrogenin əmsalı 1-dir. Bu o deməkdir ki, nə qədər H yod alınıbsa, onun yarısı qədər hidrogen daxil olmalıdır. Yəni 0,2 mol H yod alınıbsa, deməli 0,1 mol hidrogen reaksiya daxil olmalıdır. 0,1 mol daxil olandan sonra 0,2 mol da yerində qalıbsa tarazlıq olaraq, deməli başlanğıcda 0,3 mol olmuş olacaq. İndi Y və Z-i bu şəkildə tapa bilmirik. Onun üçün biz tarazlıq sabiti düsturundan istifadə eləyək. Tarazlıq sabitinin ifadəsi belə olacaq. Sağ tərəfdəki maddələrin qatılığının sol tərəfdəki maddələrin qatılıqları hasilinə böləsiyik. Burada H yodun əmsalı 2 olduğuna görə üzərinə 2 yazaq. K-nın qiyməti verilib 0,5. Deməli 0,5 bərabərdir. H yodun tarazlıq qatlığı 0,2-dir. 0,2-nin kvadratı bölünsün hidrogenin tarazlıq qatlığı. 0,2 vurulsun yod maddəsinin tarazlıq qatlığı da Z. Buradan 0,4 bərabər olacaq. 0,5 vur, 0,2 vur Z. Yəni 0,1 Z. Və buradan Z olacaq 0,4 böl 0,1, 0,4. Deməli, Z-in qiymətini bildik 0,4. Yodun tarazlıq qatlığı 0,4. İndi başlanğıc miqdarını yenə bu şəkildə tapa bilərik ki, H yodun əmsalı 2, yodun əmsalı 1-dir. Deməli, nə qədər H yod alınıbsa, onun yarısı qədər yod reaksiya daxil olmalıdır. 0,2 mol H yod alınıbsa, onun yarısı qədər, yəni 0,1 mol yod daxil olmalıdır. Və 0,1 mol yod daxil olandan sonra yerdə 0,4 mol qalıbsa, deməli, başlanğıcda o 0,5 mol olmuş olacaq. Deməli, X maddəsi üçün qiymət 0,3 oldu, deməli 1C. Y maddəsi üçün qiymət 0,5 oldu, 2Y. Və Z maddəsi üçün qiymət 0,4 oldu, 3 də